Bildiğiniz bütün portakallı peçenin reseptlerini unutun. Çünkü bugün yenisini hazırlayırıq. Bir adet bütöv yumurta ve bir adet yumurta ağının üzerine yarım stəkan şeker tozu, bir paket vanilin, bir bütöv portakal qabığı rendəsi, çay kaşığının ucunda sarı kek əlavə edib qarışdırırıq. İstifadə etdiyim stəkan ölçüsü 200 ml-dir. Siz şeker miktarını biraz daha artıq edə bilərsiniz. Qarışımın üzerine 130 ml əridilmiş kərə yağını da əlavə edib biraz daha qarışdırıram. Ardından yarım stəkan qarğıdalı nişastası, bir dolu stəkan un və bir çay qaşığı qabartma tozu əlavə edib ələ yapışmayan yumşaq bir xəmir yoğururam. Xəmirdən kiçik topçuqlar götürüb əlimdə forma verirəm. Soba listeğinin üzerine düzüp əvvəlcədən isitdiyim 175 dərəcə sobada təxminən 10-11 dəqiqə bişirirəm. Peçenyalar bişənə kimi üzəri üçün kurt hazırlayıram. Yarım stəkan təzə sıxılmış portakal şirəsinin üzerine bir adet yumurta sarısı, 3 xörək qaşığı şeker tozu, 1 xörək qaşığı qarğıdalı nişastası əlavə edib vamodda kütlə qatlaşana qədər bişirirəm. Əgər yumurta qoxusu gələr deyə narahat olursunuzsa, o zaman qarışımın üzerine bir paket vanilin də əlavə edə bilərsiniz. Peçenyalarım artıq hazırdır. İsti-isti üzərini bu şəkildə stəkan yardımıyla düzləşdirib kurdla bəzəyirəm. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun.